işlerine bakan bunu. Söndür onu. Bağla onu. Bağla onu. Bağla sıkma. Elsiz. Bağlat da. Qısa müddətdə hazır olan və elə də baha olmayan qiymətə satılan makrelləri. Ucuz ətin şorbası olmaz. Bir evi varsa 15-20 gün hazır edir. Keyfiyyətdən söz gedə bilməz. Ustadan söz soruşmaq istəyirəm. Evlərin keyfiyyəti, tikilməsindən bağlı qaçırlar. Burada hər şey qaydasındadırsa, yəni niyə qaçasan axı? Mən danışan mən nə deyirəm? Bax, belə göl olan ərazilərdir ki, doldururlar belə evlər tikirlər. İlham göstər. Son zamanlar Bakının kənd və qəsəbələrində makrel evlər adlanan tikililər inşa olunur. Bu evlərin qiyməti ucuz, tələbat isə böyükdür. Amma bu evlərə münasibət isə heç də bir mənal deyil. Kimisidir keyfiyyətsizdir, kimisi isə deyir təhqiqat tikilir. Beləcə, bu evlər ətrafında söz-söhbət bitmir ki, bitmir. Qiymətlərin uyğun olması, bir həyətyanı sahələrin olması, bunlara görə insanların bəziləri üstünlük veriblər. Amma buradakı təbii ki, bugün bazar qiymətinə mütləq şəkildə diqqət yetirmək lazımdır. Orta keyfiyyətli məhsullarla bu günlərim həyətyanı sahənin tikintisi üçün təmirli daxil, yəni hər şey daxil 300-350 manat arası kvadrat metri ortaya gəlir. Əgər aldığınız mənzilin kvadratı 300-350 manatdan aşağıdırsa, bu mütləq şəkildə burada artıq yəni keyfiyyətdən söz gedə bilməz. Tikilmək baxımından keyfiyyətlidirmi? Yaxşı tikilib yoxsa sizcə necə? Elə də keyfiyyətli tikilmək demək deyil. Bəli, əlbəttə ki. Bir evi varsa 15-20 gün hazır edir. Bu günlərim yetərincə məsələn biz görürük ki, torpaq alınır və burada xüsusi bir komandalar, proraf briqadaları evlər tikirlər və bunu satırlar. Bunu el arasında makler evləri deyirlər. Burada qazanc əldə etmək məqsədli güdür. Altyapı materiallarının istər-istəməz keyfiyyətinin aşağı olmasını gətirib çıxardır. Yəni insanlar artıq köçəndən sonra məcbur olurlar ki, yenidən müəyyən bir əl gəzdirsinlər, yenidən bir altyapı hissəsində olan konstruktiv dəyişikliklər eləsinlər. Nəmişliyin olması, nəmişliyin qalxması, sonra elektrik gücünün çatmaması, santexnik borularındakı olan təzyiqin artan vaxtı su sızması, su buraxması, bunlar onu göstəricilərdir ki, yəni artıq burada keyfiyyət yox, əsas qiymətə üstünlük verilir. Gölü doldururlar, tikirlər üstündə, o gölün altı da su olur, ona görə də ki, rütubət ola bilər yəni. Gölü qurdandan sonra orada ev tikəndə və bunu nəzərə almırlar ki, burada göl olub əvvəl. Nə bilim mən, onu mən Elə biləm. üstünə daşı tök, üst-üstə qoy tikə. Evet. Pulu al gedən. Ödə pul tikirlər gedir. O bizlik olan şey deyil. Hamısı bir-birinə oxşayır, ara məsafəsi yoxdur. Bir də oxşuyur deyəndə ki, tələbat hansına da ona uyğun tikirlər də. Mən xatırlayıram, məsələn, kənddə məsələn ev tikəndə bir ay yox, 3-4 ay tikirdilər. O vaxt ki, ustalar zəif oldu, indikilər biraz Qısa müddətdə az xərclə ev hazırdır. tez tikmək olur. Məsələn, bu evin nə qədər xərci olacaq? Onu mən nə bilim. Biz fəhlələriyik. Ustasınız siz? Bəli. Bu makro evlərlə bağlı göl olan ərazilərdir, hər yer sudur, qurudub ev tikirlər. Bu evlər nə qədər təhlükəsizdir? Qurutmur, tikmir. Amma suyun da qabağını alır. Orada da usta deyir ki, bu ərazilər hamısı su olan, göl olan ərazilər idi də. İndi evlər tikilir. Mən usta deyiləm, suyun mənbəyini axtarırıq ki, görək hardan gəlir. Çəkiliş eləmə, çəkiliş. Dostum, bir dəqiqə saxla, o yadı. Söndür işlərine bakan bunu. Söndür onu. Bağla onu. Bağla onu. Bağla sıkma. Elsiz. Bağlat da. Elsiz. Bəli, belə evlər tikənlərə müəyyən suallar verəndə, evlərin keyfiyyəti və digər məqamlarla bağlı soruşanda axırı belə olur, aqressiv münasibət göstərirlər.